Ukrayna hərbi hava qüvvələrinə məxsus Su-27 qırıcısı Rusiya işğalçı ordusu əskərlərinin toplandığı ərazini hədəfə alıb. Geniş bir ərazini və bir neçə binanı işğal edən işğalçılar hərbi yardım çərçivəsində Ukraynaya tədarük edilən ABŞ istehsalı olan GPU-39 və GPU-62 aviasiya bombaları ilə vurulublar. Nəticədə binalar partladılıb və oradakı işğalçı əskərlər öldürülüb. Qeyd etmək lazımdır ki, son zamanlar Ukrayna aviasiyası həm işğal olunmuş ərazilərdə, həm də Rusiyanın sərhəd bölgələrində Rusiya işğalçı ordusu əskərlərinin mövqelərini, sursat anbarlarını və hərbi qərargahlarını getdikcə daha çox hədəfə alır. Əsasən ABŞ və Fransa istehsalı olan aviasiya bombaları ilə həyata keçirilən bu zərbələr nəticəsində işğalçı ordunun çox sayda əskəri və döyüş texnikası məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirir ki, son 24 saat ərzində Ukrayna əskərlərinin aviasiyası, raket qoşunları və artilleriyası Rusiya işğalçılarının şəxsi heyət və texnikasının cəmləşdiyi 7 mövqeyi, bir PUA idarə etmə məntəqəsini, 3 artilleriya sistemini və digər 2 mühüm hədəfi uğurla vurub. Rusiya ilə Ukrayna arasında davam edən münaqişə hələ də şiddətlidir. Son sutka ərzində Rusiya ordusu 1310 canlı qüvvə və 200-dən çox silah və hərbi texnika itirib. Bildirilir ki, mayın 9-da cəbhə xətti boyunca Ukrayna müdafiə qüvvələri ilə Rusiya işğalçıları arasında 9 döyüş toqquşması qeydə alınıb. Hücumların əksəriyyəti Pokrovsk istiqamətində cəmləşib. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının məlumatına əsasən Rusiya qüvvələri Ukrayna mövqeləri və yaşayış məntəqələrinə qarşı 34 hava hücumu həyata keçirib. Bu zaman 69 idarə olunan bomba tətbiq olunub. Ümumilikdə 4100-dən çox hücum olub. Onlardan 35-i çoxsaylı raket buraxılış sistemləri ilə həyata keçirilib. 2004 kamikadze dron istifadə edilib. Hava zərbələri Sumu vilayətindəki Bayaro, Lejaçi, Doraşivka, Manukivka və Nova Sloboda yaşayış məntəqələrini hədəf alıb. Ukraynanın aviasiya, raket qoşunları və artilleriyası Rusiya qüvvələrinin şəxsi heyət və texnikasının cəmləşdiyi 7 mövqeyi, bir PUA idarə etmə mərkəzini, 3 artilleriya sistemini və digər 2 əsas hədəfi vurub. Xarkiv istiqamətində Rusiya qüvvələri Vovçansk yaxınlığında Ukrayna müdafiə mövqelərinə 6 dəfə hücum edib. Kupyansk istiqamətində Rusiya qüvvələri 3 hücum həyata keçirib. Ukrayna müdafiə qüvvələri Zaharizovə və Novokrulyakivka yaxınlığında düşmən hücumlarını dəf edib. Liman istiqamətində Rusiya qüvvələri Lopoveritkoduk və Yampalivka ərazilərinə, eləcə də Hrikivka, Novemir və Zelenadalna istiqamətində irəliləməyə çalışaraq 17 dəfə hücum həyata keçirib. Siversk istiqamətində düşmən gün ərzində Bilohorivka, Ryorivka və Verxlyakamyanski yaxınlığında Ukrayna müdafiə mövqelərinə 8 hücum təşkil edib. Toretsk istiqamətində isə düşmən Daclet, Dalivka, Şçerbanivka və Toretsk yaxınlığında 15 dəfə hücuma keçib. Bakrovsk istiqamətində Ukrayna müdafiəçiləri Aleksandropil, Novatoretska, Kotlini, Udaçlə, Nova Aleksandrivka, Nova Poltavka, Pramin, Yelizavetivka, Dajanska, Tsivirove, Kotlyarevka, Andrivka, Lisivka, Nova Sehivka, Muravka, Zarya, Miralyubivka, Malenivka, Nova Mikolayevka və Troitsk istiqamətlərində Rusiya ordusunun 65 hücumunu dəf edib.
Novopavlivka istiqamətində isə Ukrayna Müdafiə Qüvvələri və Xain Selektivazi Erposiyantına bir Adradne Rivne Novasika Vilnepole Privilni və Novapil Çerçenka Zelenipole istiqamətlərində 31 hücumu dəf edib. Rusiya Federasiyasının Kursk vilayətinin əməliyyat zamanındakı döyüşlərdə Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun 19 hücumunu dəf edib. Bundan əlavə düşmən 13 hava zərbəsi endirib. Bu zaman 21 idarə olunan bomba istifadə olunub. Həmçinin Ukrayna mövqeləri və yaşayış məntəqələrinə qarşı 316 artilleriya atəşi açılıb. Bu hücumlardan biri çoxsaylı raket buraxılış sistemi ilə həyata keçirilib. Təcavüzkar ölkə Rusiya ordusunun Liman istiqamətində yüzlərlə uğursuz hücumdan sonra təşəbbüsü itirdiyi və indi hücum üçün başqa istiqamətlər axtarmağa məcbur olduğu bildirilir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 63-cü ayrı mexaniləşdirilmiş briqadasının nümayəndəsi Baş Leytenant Rastislav Yaşçin SPSO kanalının efirində danışıb. Onun sözlərinə görə ötən ilki uğursuzluqdan sonra düşmən Ukrayna hərbçilərinin müdafiə mövqelərində zəifləyib. Liman istiqaməti kifayət qədər spesifikdir və dünənədək orada vəziyyət qeyri-sabit idi. Amma bu istiqamət çox genişdir və burada bir neçə kiçik sahə var, deyə hərbçi bildirib. Yaşçin hazırki vəziyyəti də şərh edərək bildirib ki, Liman istiqamətində hücumların sayı demək olar ki, sıfıra enib, yalnız bəzən düşmən tərəfindən hücum cəhdləri müşahidə olunur. 2025-ci ildə 63-cü briqadanın məsuliyyət zonasında bizim mövqelərimizə hücumlar nisbətən azdır. Niyə? Çünki ötən il boyunca biz hər gün düşmənin hücumlarını dəf etmişik. Onların sayı 300-dən çox olub. Əgər xəritəyə baxsanız, görəsiniz ki, biz mövqelərimizi itirməmişik, onları qoruyuruq. Buna görə də nəticə çıxarırıq ki, düşmən bizim müdafiə xəttində çox zəifləyib və indi başqa istiqamətlər axtarır. Odur ki, başqa briqadalardan olan həmkarların fərqli məlumatlar verə bilərlər, deyə o əlavə edib. Xatırladaq ki, təcavüzkar Rusiya ordusu Liman istiqamətində fəallığını kəskin şəkildə artırıb. Burada döyüş toqquşmalarının sayı Pokrovsk istiqamətindən sonra ikinci yerdədir. Bu barədə Osul Xortsiya nümayəndəsi Viktor Trigubov efirdə məlumat verib. Onun sözlərinə görə düşmən Liman istiqamətinə əlavə qüvvələr cəlb etməyə çalışır. O cümlədən Züriveş çayı üzərindən keçməklə beləliklə işğalçılar Ukrayna Silahlı Qüvvələri üçün təhdid yaradır. Bu istiqamətdə düşmənin hücum hərəkətləri çox fəal və daha tez-tez olur. Liman istiqaməti döyüş toqquşmalarının sayına görə artıq ikinci yerə çıxıb. Bu isə uzun müddətdir baş vermirdi. Buna görə də işğalçılar burada nəsə inkişaf etdirməyə çalışırlar, deyə hərbçi qeyd edib. Trigubov həmçinin bildirib ki, Ukrayna hərbçiləri düşmən ordusunda yeni tendensiya müşahidə edirlər. Liman istiqamətində işğalçılar getdikcə daha çox yüngül motorizə olunmuş texnikaya üstünlük verirlər. Çünki bu cəbhə sahəsi bu cür texnika üçün daha əlverişlidir.